Salam dostlar. Bugün keçən dəfə qaldığımız yerdən fayl və folder strukturundan davam edəcəyik. İndi analiz elədinizsə, keçən dərsdə biz iki fərqli fayl strukturundan, folder strukturundan danışdıq. Bunun bizim üçün əhəmiyyəti nədir? Birinci, onu beynimizdə oturaqlaşdırmağımız lazımdır ki, indi düşünün, biz layihə yazanda, layihənin yazma prosesi uzun çəkən bir prosesdir, düzdürmü? Və layihə daxilində olan bütün hissələrin yazılması bir gündə yekunlaşacaq və ya 2, 3, 5 gündə yekunlaşacaq bir məsələ deyil. Və biz layihəni yazarkən elə bir strategiya qurmalıyıq ki, bu strategiya ilə mən kod yazanda artıq müəyyən bir alışılagəlmiş bir sistemim olsun, və bu sistemə uyğun olaraq mən nəsə iş görə bilim. Yəni, ona görə biz bu folder və ya fayl strukturlarına diqqət edirik. Burada önəmli olan bizim diqqətli olmamız lazım olan məsələlər nədir? Yəni, bu tək Flask üçün yox, ümumən layihə yazarkən önəmlidir. Birincisi, faylların və folderların anlaşılan olması. Yəni, rahatlıqla istər bizim, istərsə daha sonra bizlə paralel işləyən və ya bizdən sonra işləyəcək olan proqramçıların bunu rahatlıqla yaza bilməsi önəmlidir. İkincisi, adlandırma çox-çox önəmlidir. Yəni, istər metodlara adlandırma vermək, istər fayllara adlandırma vermək. Bu, qarışıqlığın yaranmaması üçün çox diqqət olunacaq məqamlardan biridir. Bir də ümumi layihənin flow deyirik biz buna. Yəni ki, layihənin yazılma sistemi bizim üçün önəmlidir. Və biz burada Flask və bunun üçün xüsusi bir texnologiya, xüsusi bir library, xüsusi bir package istifadə edirik burada. Biz buna blueprint deyirik. Bu blueprint nə deməkdir? Blueprint sizin üçün layihəni ayrı modular sistemlərə ayırır. Modular hissələrə ayırır. Yəni, hər cəhətindən, yəni ki, modular sistem də necədir? Blueprint deyir ki, mən sənin layihəni independent olaraq ayırıram 4-5 dənə hissəyə. Məsələn, biz necə ki, 2 hissəyə ayırmışıq. Məsələn, admin və deyək ki, test site app olaraq ayırmışıq, düzdürmü? Amma sabah biz bunu, məsələn, deyək ki, biz e-commerce layihəsi yazırıq. Bu e-commerce layihəsinin daxilində bir-birindən azad işləyən modullar var. Məsələn, deyək ki, orada bir məhsul modulu var. Məhsulun ayrı bir hissəsi var. Ondan sonra sifariş ayrı bir işdir. Ondan sonra deyək ki, kateqoriyalar ayrı bir işdir. Ondan sonra məsələn o web sayta giriş-çıxışları təmin eləmək, yəni ki, login, logout sistemlərini təmin eləmək ayrı bir işdir. Ondan sonra admin panel ayrı bir işdir və bu şəkildə layihə hissələrdən ibarətdir. Və biz bunların hamısını bir yerdə yaza bilməliyik. Ona görə mən bunları hissə yazanda elə sistemləşdirməliyəm ki, bu ümumi layihənin gedişatına mənfi təsir eləməsin. Hər biri azad şəkildə idarə oluna bilsin. Bunun üçün də Flask deyir ki, mən bunu Blueprint adında bir texnologiya modulla həll edirəm. Yəni, bu modulla həll edirəm. Və indi biz bu modulla mən sıfırdan bir struktur quracam yenə. Bu köhnə qurduğumuz strukturu istifadə edə bilərsiniz. Yəni, mən sadəcə bu Blueprintdən bir alternativ verirəm sizə. Və hansından istifadə edəcəyiniz sizə qalmış bir şeydir. Bunun üçün mən nə edirəm? Çox olaraq bu köhnə yazdığım faylları silirəm. Bunu bəzən siz də çox edəcəksiniz, belə deyim də. Bunları silirəm və bir dənə environment'ımı saxlayıram, geri qalanları silirəm və indi artıq blueprintlə mən iş görməyə başlayacağım. Bunu eləmək üçün birinci hal-hazırda bizim üçün əsas bu layihəmizdir. Üzərində işləyəcəyimiz layihədə əsas 2 hissə var hal-hazır ki, onları quracağım. Birinci admin, ikincisi
şey hissəsi, deyək ki, bizim web sayt hissəsi. Sonradan alt da əlavə edəcəyik ora. Yəni ki, girişləri təmin etmək üçün, login logout sistemini təmin etmək üçün də ayrıca bir sistem yazacağıq. Ona görə mən buradan başlayıram. Bunun birinci startını necə verəcəyik? Bir startını verərkən belə bir struktur quracağam. Gələcəm, deyəcəm burada birinci admin adında və ya belə deyək, sayt adında, sayt adı qoymayın, bu problem yaradır. Mən gəlirəm bura app adında bir dənə papka yaradıram və bunu package halına gətirirəm. Init package halına gətirdiyim bu şəkildə və ondan sonra bunun içərisində rootlarımı idarə edə bilmək üçün roots papkası yaradıram. Bunu yarattım. Ondan sonra bu independent bir, azad bir modul olduğuna göre bunun içerisinde template papkası yaradıram. Templates papkası yaradıram. Ve templates papkasının içerisinde de app adında bir papka yaradıram. Bunların izahatını vereceğim. Ondan sonra burada bir tane de static papkası yaradıram. Static papkası yaradıram. Yəni buna diqqət edin, fikir verin və hamısını, yəni bu app ilə əlaqədar nə varsa hamısını bura yığdım. Static, templates bu şəkildə yığdım. Və app'in içərisində bir dənə də index.html yazım. Bura deyək ki, bu olsun index h4, this is index page. App index page deyirəm. Bunu bu şekilde yarattım. Ondan sonra yavaş-yavaş mən bunun modular olaraq idarə oluna bilməsi üçün mən belə bir sistem yaradacağım. Deyəcəm ki, bunun folderlarını bu şekilde yarattım. Ondan sonra bunun idarə oluna bilməsi üçün mən gələcəm bura. Deyəcəm ki, from Flask import blueprints. Blueprint klasını edirəm və ondan sonra bunun rootlarının düzgün idarə olunması, rootlarının, template folderının və s. idarə olunması üçün bunun üçün bir dənə blueprint qeyd edəcəm. Blueprint yaradacağım. Blueprint nədir? Mənim idarə etmə sistemimdir. Yəni bu modul, yəni layihənin bu hissəsini idarə etmə sistemimdir. Ona görə gəlirəm app.bp adlı bir obyekt yaradıram və bu mənim üçün belə bir blueprint yaradır. Hansı fayldan istifadə edirəmsə. Ondan sonra bura gəlirəm, deyirəm ki, bunun bura daxil olmaq üçün URL prefix əlavə edirəm bura. Bunu sonradan dəyişdirə bilərik. Yəni ki, mən bu papkaya daxil ola bilmək üçün, bu papkanı idarə edə bilmək üçün buna əsas prefix əlavə edirəm. Yəni ki, app prefix əlavə edirəm. Ondan sonra buna deyirəm ki, bunun C fayllarının, yəni ki, HTML fayllarının olması üçün templates folder təyin edirəm. Buna deyirəm ki, bunun adı olsun templates folder. Yəni ki, sırf bu application üçün, bu app folderu üçün lazım olan HTML faylları bu papkanın içərisində olacaq. Ondan sonra static folder təyin edirəm və buna deyirəm ki, bunun statik faylları, CSS, images, JavaScript və s. fayllar burada olacaq və ondan sonra bir də buna təyin edirəm static folder path deyirəm buna. Static folder path da burada olacaq. Bax, bunun yerində burada qeyd elədim. Artıq bunun üçün mən bunu ayrı bir sistem olaraq burada qeyd elədim və bundan istifadə edelim. Və ondan sonra gəlirik, bu sistemi qurduq. Ondan sonra bunun rootlarını mən təyin edəcəm. Yəni ki, bu application-a girəndə necə olsun, app hissəsinə girəndə necə olsun və s. və s. Bunun üçün də gəlirəm, deyirəm ki, from Flask import blueprint yox, nə olacaq burada? Render template, ondan sonra redirect, request və s. bunlar olacaq. Ondan sonra bir də burada mən deyirəm ki, from app import nə? Bizim şeyimiz, blueprintimiz. App BP. Blueprinti mən buradan import edəcəm. Bu artıq bundan sonra və rootları yazarkən biz həmişə necə yazırdıq?
app root diye. Amma mən burada sırf bu hissə üçün rootları bu şəkildə yazacağam. Blueprintdən istifadə edərək. App BP. Çünki bunun idarə etmə sisteminin burada olacaq. Gəlirəm roots. Gəlirəm buna yazıram. Baxın. İndi mənim bura yazdığım bu slash əslində nədir? Slash normalda nə idi? IP-dən sonraki slash'ı göstərir bizə. Amma mən indi bunu izah edəndə birazdan göstərəcəm. Def, gəlirəm bura app, index yazıram, adlandırmaya diqqət edin, zəhmət olmasa. Və burada diqqət edin, mən template'in içərisinə hara qoymuşdum? App'in içərisinə bunu yerləşdirmişdim. Bunu da yerləşdirdik, render deyək. Bir dənə routumu təyin elədim. Artıq bu şeyin app folderinin idarə olunması üçün strukturumu qurdum. Addımlarıma çox diqqət edin, zəhmət olmasa. Ki sonradan bunun strukturunu beyninizdə tənzimləyə bilsəz, gerisi rahat gələcək. Gəldim bura, indi bundan istifadə etmək istəyirəm. Mən standart from Flask, import Flask elədim. Bu heç. Ondan sonra gəldik bura və burada dedim ki app, import app yox. Bunun adı folderla bu obyektin adı qarışmasın deyə bura main yazacağım. Main bərabərdir Flask name. Bunu yazdıq. Ondan sonra gəlirəm. Deyirəm ki if bunu yazdıq. Və indi burada mən nəyi import edəcəm? Gəlirəm bura. Yəni mən artıq bunu quraşdırdığım bu modulu artıq əsas layihənin flow'una qoşmaq istəyirəm. Əsas layihənin flow'una qoşmaq istəyirəm. Necə? Bunu eləmək üçün birinci deyəcəm ki from app import app.roots import all. Oradakı bütün rootları mən import edirəm. Sonra gələcəm, mən burada mənə nə lazımdır? Buradakı şeyləri quraşdırmağım lazımdır. Baxın, burada təyin elədiyim bu obyekti istifadə eləməyim lazım olacaq mənə. Gəlirəm onun üçün bura. Deyirəm ki, import blueprints edirəm. Deyirəm ki, buradan from app import nə? App BP. Niyə? Bunun çünki initial file'ında, yəni package'də bunu qeyd edədiyim üçün avtomatik mən bura app, from app import app BP yazanda avtomatik bunu import edəcək. Bunu import elədik. Ondan sonra bir də burada blueprint'də register blueprint deyilən bir sistem var. Register blueprint nə deməkdir? Deyir ki, mən yaratdığım bu modulu artıq ana qaynağa qoşmaq istəyirəm. Register blueprints deyə. Bunu eləmək üçün bu da bəsindir. Main.register blueprint deyirəm. Bunu da qoşuyorum. Baxın, nə elədim? Rootlarımı import elədim. Hansı hissənin rootlarından istifadə edəcəm, onu import elədim. Ondan sonra from app blueprintlərimi import elədim. Sonra da onu istifadə edədiyim blueprinti də register elədim. Sistem belə. İndi gəlin bunu bir dənə yoxlayaq. Yazdığımız sistemi environment'ı aktiv edeyim. env/script/activate. Burada deyirəm ki py start py. Gedək baxaq buna. Məndə bunda niyə işləmədi? Baxın, burada hal-hazırda hər hansı bir nəticə açılmadı. Niyə? Halbuki burada deyə bilərsiniz ki, halbuki biz bunun üçün root yazmışdıq, baxın. Amma burada işləyən root, diqqət edin, mənim blueprintimdə mən dedim ki, mən bu fayllara reach eləyə üçün prefixdən istifadə edəcəm. /app'dən. Gələk bura. Baxın, indi /app yazanda bu avtomatik olaraq bura verəcək. Yəni, bu avtomatik olaraq o layihənin o hissəsini idarə edə bilmək üçün mən bundan istifadə edirəm. Gedək, məsələn, bura ikinci bir dənə root əlavə edək. Baxın, gəlirəm, deyirəm ki, app BP
root, məsələn, mən gəlirəm bura deyirəm ki, olsun nə? About. App about deyə. Gəlirəm bura deyirəm ki, def app about metodu yazıram və burada sadəcə return render template yox, this is about page deyə bir root əlavə edirəm bura. Baxın, bunun qabağına app root deyə yazmamışam, URL yazmamışam. Bunu avtomatik olaraq mən blueprintdən istifadə edədiyim üçün, bu dekoratordan istifadə edədiyim üçün, bu avtomatik olaraq özü onu tənzimləyir. Baxın, indi bunu yazdıq, bunu refresh edəyək və mən avtomatik olaraq gəlib bura app about yazanda, diqqət edin, bu mənə şey verir. Və bunu artıq mənim buna ehtiyacım yoxdur. Yəni bunu necə deyirlər, burada mention eləməyimə ehtiyac oldu. Bu mənə nə qatır? Bu mənə daha modular bir sistem yazmağı mənə şey edir, necə deyirlər, təmin edir. Ondan sonra məsələn deyək ki, bu applə işimiz bitdi. Düzdürmü? Ondan sonra mən gələcəm, deyək ki, admin panel üçün ayrı bir işlər görmək istəyirəm. Heç bir problem yoxdur. Gəlirəm bura, admin yazıram və struktura, eyni strukturu burada da təmin edirəm. Baxın, deyirəm ki, init py dedim və ondan sonra yenə də eyni şəkildə templates papkası yaradıram. Ondan sonra bunun içərisində admin, diqqət edin, hansı əsas package-imdən istifadə edirəm ki, onun adını yazıram. Sonra gəldik static yazdıq bura və ondan sonra bir dənə də roots yazıram bura. Roots.py və indi yenə eyni şəkildə gəlirəm bura. Baxın, artıq admin üçün applə işim bitdi. Adminin strukturunu qururam. Deyirəm ki, from flask import blueprints. Gəldim. Dedim ki, admin BP. Fərqi yoxdur, buna nə ad verəcəyiniz. Və bu avtomatik olaraq bunları baxın. Buna belə bir prefix əlavə elədim. Admin prefix əlavə elədim. Və bu şəkildə mən bunları verdim. Ondan sonra bunu elədik. Gələk root'a. Burada diqqət edin. Buradakı root'da olduğu kimi eynisini buradan götürə bilərəm. Sadəcə burada nəyi dəyişdirəcəm? Gələcəm bura, deyəcəm ki, admin app, admin BP. Bunu yerlərini dəyişəcəm. Ondan sonra admin BP olaraq qoyacam. Və ondan sonra bunun da bunu seçək. Burada da bunu admin yazaq. Bu şəkildə yazdıq. Və ondan sonra baxın bunları düzəltdik və metodların adlarını düzəltdim və s. və s. və gəlib bunun içərisində bir dənə də index faylı yaradaq, index.html faylı yaradaq və buna da deyək ki, bu olsun məsələn h4 olsun this is admin page. Diqqət edin bura və bunu yerləşdirdik. Və ondan sonra baxaq görək, nəsə əksiyimiz varmı burada. Root da bu şəkildə, rootlarımızı da yazdıq. İndi gedək, artıq admin tərəfinin initializer strukturunu qurduq. Gedək bunu nə eləməyə? Biz buna register eləməyə. Gəldik burada, baxın, applə işimiz qutardı. Gəlirəm admin roots, import all deyirəm. Sonra blueprintimi import edirəm. Admin import admin BP. Bunu da import elədim və register edirəm. Deyirəm ki, main.register blueprint. Bunu da register elədim. Ondan sonra gələk bura. İndi baxaq. Gəldik bura. App dedik. Bunu açdıq. Ondan sonra gəlirik. Bura admin prefixini yazıram. Bu da admin page olarak ayrıca bir şey olarak yazmış oldu. Okay. İndi baxın bunları blueprintləri elədim.
İndi ümumi flow yaratmaq üçün, məsələn, mən ana səhifəyə girdim, orada özümün şeylərini yaratmaq istəyirəm. Ana səhifəmin girişini yaratmaq istəyirəm, link vermək istəyirəm və s. və s. Bunu da belə eləyə bilər. Yəni, mən istəyirəm ki, buradan yönləndirim səhifəni. Yəni, onu da eləyək. Bu şəkildə belə bir xüsusiyyət var. Onu da burada eləyə bilərəm. Heç bir problemi yoxdur. Burada bir şey yaza bilərəm. Deyə bilərəm ki, at main.root gəldik bura. Pardon. Dedik. Ondan sonra deyə bilərəm ki, def index. Buna da deyə bilərik ki, render template deyə bilərik. Burada da gəlib bunu render eləyə bilərik. Burada qoya bilərik. Bu şəkildə. Və burada nə edəcəm? Təbii ki, burada yenə templates papkasını yaratmağım lazımdır. Templates papkası yaratmağım lazımdır və bunun içərisində də index yaradım. Yaratdıq. Və burada gələcəm. Bəsit olaraq bura bir dənə C qoyacam. Deyəcəm ki, A. Deyəcəm ki, app. Bura deyəcəm ki, /app. Bu olsun app page. Ondan sonra bir dənə də bununla yerləşdirəcəm. Burada deyəcəm ki, admin page. Bunu yerləşdirdik. Və ondan sonra gəlib təbii ki, burada bunun rootunu yazdım. Bu şəkildə yerləşdirdim və artıq mən bundan istifadə edə bilərəm. Bunu ayrı mən niyə blueprint-lə eləmədim? Çünki bu ümumi ana giriş qapımdır mənim. Giriş qapımdan yönləndirəcəm elementlərimi. Gəldik bura. Gəldik, refresh elədik. App page. Gəldi app page-ə. Ondan sonra admin page bu şəkildə də gəldi. Yəni artıq mən burada layihəmin sabah artıq bunları artıraraq mən bundan istifadə edə biləcəm. Yəni ki, burada diqqət edirsə mən modeli qoşmadım bura, modelləri bura qoşmadım. Niyə qoşmadım? Çünki modellər ayrı şəkildə burada yaradılacaq. Models deyə. Niyə? Çünki bu models database ilə olan əlaqəni təmin elədiyi üçün və bu database ilə də bütün mənim o biri applicationlarım, o biri modullarım bu ilə bir yerdə işlədiyi üçün mənim bunu eləməyimə ehtiyac yox. Burada qurmağıma ehtiyac var. Çünki mən bunun içərisində qursam, quraşdırsam, bu mənim üçün çətin olacaq. Yəni ki, müraciət eləmək çətin olacaq, importlar çətin olacaq. Bu mənim üçün problem olacaq. Amma bu şəkildə ümumi generalda qoysam, bu mənim üçün problem olmayacaq. Burada hər hansı bir şey yoxdur. Ondan sonra bu məsələ belə, blueprint-lə məsələ belə. Bunu ilkin olaraq test edib. Bundan sonra mən layihəni blueprint-lə yazacağam. Nəzərinizdə olsun. Siz də hansı keçən dərsdəki strukturuna da yaza bilərsiniz, bu strukturunu da yaza bilərsiniz. Bu sizin özünüzdən asılı olan bir şeydir. Və ondan sonra bir dənə də bir məsələni də qeyd edeyim. Sonraki məsələlərdə indi ilk başlayırsınız deyə çətin olmasın deyə. Məsələn, biz diqqət edirsinizsə, şeylərdən istifadə edirik. Mən məsələn, burada hal-hazırda, məsələn, bu environment-ı sildim. Düzdürmü? Environment-ımı sildim və mən təzənə environment quracağım və bunun içərisində mənə lazım olan package-ləri quraşdırmağım lazımdır. Bu da problemli ola bilər, yaddan çıxa bilər və s. və s. eləyə bilər. Bunu eləmək üçün, bunu biraz rahatlaşdırmaq üçün nə edirik? Deməli, p-env environment qurduq. Bu environment'ını qurdum. Bu qurulsun. Ondan sonra mən burada env/script/activate. Mən burada indi bir dənə pip freeze requirements deyə .txt deyə bir fayl yaradıram burada. Pip freeze requirements deyə bilim, haradaydı bu? Bir dəqiqə, onun komandasını yaddan çıxardım. Pip freeze requirements. Bu nə üçündür? Bizə lazımdır. Nə üçün? Biz bunun içərisinə
lazım olacaq package-lər hansılardırsa, onları yazacaq bu faylın içərisinə. Deyək ki, minimal requirement, Flask minimal package list deyək. Flask minimal requirements packages deyək. Buradan bir dənə nümunəsinə baxaq. Bir dəqiqə. Requirements file. Buradan vaxt getməsin deyə requirements text. Baxaq. Və buradan biz əlavə edəcəyik. Bura starterda deyir ki, bax, bu package-lərin adlarını mən bu gətirirəm, bura yazıram. Baxın, Flask Login, Flask Migrate, Flask SQL Alchemy, bunların versiyaları hansı package-ləri mən yükləmək lazımdırsa, bunları bura qeyd edirəm, bunları qeyd edərik. Ondan sonra tək-tək yükləmək yerinə biz bunu nə edirik? Birbaşa yükləyəcəyik. Nə ilə? Bunu yükləmək üçün də pip install r hardadır? Pip install r bu komanda ilə, baxın indi mənə lazım olan burada nə var? Flask var, Flask script var, bu indi Flask SQL Alchemy var. Bunlar sonradan istifadə edəcəyimiz package-lərdir. Mən gəlirəm burada versiyasını da müəyyən edə bilirsiniz. Hal-hazırki versiyası nə qədərdir, ona baxıb, onu eləmək olar. Mən buradan gəlib Flask-in versiyasına baxaq. Flask hansı versiyadadır? Baxaq. Bu neçinci versiyadır və version control-dan baxaq bir dənə. Virtual independencies, bunun şeyləri haradaydı, versiyaları haradaydı, source code, baxaq versiyasına, hansı versiyadadır, bir dəqiqə baxaq, neçinci versiyadadır bu Flask, version 2.2.1, mən məsələn bunu yükləmək istəyirəm, gəlirəm bura deyirəm ki 2.2.1, bunu yükləmək istəyirəm. Yəni, bu package-i, bu versiyasını yükləmək istəyirəm. Bunun üçün də gələcəm mən bura. Bunu, baxın, indi burada nə qədər package varsa, bu avtomatik olaraq mənim üçün onları başlayacaq yükləməyə. Yəni, birdən birə tək-tək yükləmək əvəzində tək-tək yükləyə bilərsiniz. Amma bu ən çox harda lazım olacaq sizə? Yəni, biz diqqət elədiksə, biz environment papkasını, environment folderını biz kitaba yerləşdirmirik. Düzdürmü? Amma mən istəyirəm ki, mənim layihəmi kimsə götürsün, test eləsin və ya production-a getsin. Eləmi? Mən hansı package-lərdən istifadə elədiyimi bu şəkildə bildirirəm ki, adam rahatlıqla o package-ləri özünə yükləyə bilsin. Məsələn, mən bunları yüklədim və burada mənim o package-lərim artıq yüklü şəkildə gəlir. Yəni, bu da mənim işimin avtomatlaşdırılması üçün mənə lazım olan bir texnologiyadır. Bundan da istifadə eləyə bilərsiniz. Belə, Blueprints-lə, requirements-la bağlı bugünlük bu qədər. Yenə deyirəm, özünüzə bir qərar verin. Amma Blueprints-lə modular olaraq çox da rahatlıqla layihəni idarə eləmək mümkündür. Alışdıra bilsəz özünüzü, çox rahatlıqla digər etaplara da biz keçə bilərik. Bugünlük bu qədər, növbəti dərsdə görüşənə qədər.